Hamınıza Amerikanın bu axmaq xidməti olan, axmaq deyiləndə, yəni daha doğrusu ən pasiv, ən zəif, ən belə deyək də arxain işçiləri olan bu xidmətdən istifadə etməyi arzulayıram. Hamınız bir gün bu xidmətdən, videoya baxan hər kəsə arzulayıram bu xidmətdən istifadəyi. Bu nədir? Bu Amerikada DMV, yəni bəzi ştatlarda RMV, yəni Department of Motor Vehicles ya da ki Registration of Motor Vehicles adlanan bir dövlət qurumudur. Bu hansı ki bu xidmət maşını alanda registrasiya eləməyə kömək eləyir və ya nömrə almaq üçün, yeni ID almaq üçün, yeni prava almaq üçün, yəni driver license almaq üçün xidmət göstərir. Çox arxain bir balaca başlıq verəcəm, çox vaxtınızı arıtmayın. Videomun mövzusu Amerikada xüsusi, yəni special plate. Mən 1960-cı ilin Turgut yazısı olanını aldım Kaliforniya ştatı üçün. Artıq Turgut ikinci başqa bir Turgut Amerikaya gəlsə özünə başqa bir ad seçsin ya da ki Turgut 1, 2 falan belə bir şey seçsin, seçə bilər. Nəysə, içəri girirsən, birincisi bura çox növbə olur, dəhşət həddən çox növbə olur və bura gəlmək üçün məsləhət görürəm ki, appointmentdən gələrsiniz. Appointment mən baxdım dekabr ayına idi, hal-hazırda noyabr ayı olduğu üçün mənə sərf eləmədi və gəldim növbədə dayandım. 2 saatdan çoxdur ki, burada növbədəyəm və artıq növbədə keçəndən sonra içəridə arxain işləyən işçilər gedirsən əlində kağızla "How may I help you?" Yəni çox arxain işləyir. Yəni götürdü, kompüterini söndürdü, gedib nömrəni arxadan gətirmək üçün. Kompüterini söndürdü, nə bilim, şkaflarını bağladı. Bir dənə də kök arvaddır. Nəysə. Yəni burada şey eləmək istəmirəm. Yəni köklüyün, arıqlığın buna aidiyyəti yoxdur, amma çox arxain hərəkət edirlər. Tək bu deyil. Hətta bir dəfə mən burada video paylaşmışdım. Orada altına da bir nəfər yazmışdı ki, özü də Amerikada yaşayan ən axmaq xidmətdir. Özləri də bilmir nəyə qulluq eləyən. Elə bir düzgündür həqiqətən. Nəysə, getdi nömrəmi gətirdi. Və hal-hazırda nömrəmi də götürdüm və maşınıma bağlayıb sürəcəm. Ümumiyyətlə 6 ay maşının nömrəsiz sürmək olar, hansı ki belə hal-hazırda nömrəsizdir maşınım. Deməli, mən maşını alandan sonra sifariş verdim. $50 ya da ki $100. Bu nömrələrə $50 sifariş veririk. Bəzi ştatlarda çoxdur. Mən Bostonda olanda hardasa $200 yaxın pulum çıxmışdı nömrə sifarişinə. Və nömrəni sifariş verdim. Online sifariş verdim. Boston, Massachusetts ştatında amma gedib birbaşa belə növbədə gözləyib kağız doldurmuşdum, yəni form doldurmuşdum ki, hansı nömrələri istəyirəm. 3 dənə seçim verə bilərsiniz. Yəni ştatdan ştata fərqlidir, ona görə bir balaca ətraflı məlumat verim. 3 dənə seçim şey eləyə bilərsiniz. Məsəl üçün Turgut istəyirsən, ya Turgut olmasa, yəni götürülübsə hansını istəyirsən? Turgut 1, götürülübsə Turgut neçə istəyirsən? 5, nə bilim 555, nə istəyirsənsə seçirsiniz. 3 dənə seçmişdim, amma yadımda deyil nə nömrələri seçmişdim və nömrələr orada da Turgut yazısını götürdüm. Orada da eyni xidmətdir, yəni nömrəni sifariş verəndən sonra. Amma orada ikinci nömrəni registrasiya üçün pul ödəmişdim. Burada onu ödəmədim. $50 yox. Orada amma $80 qədər pul ödəmişdim və nömrəm olmayan yerə tutmaq istəyirəm və nömrəni online sifariş verdim. Yəni DMV-də, yəni Google-a yazsınız ki, special plate, yəni özü çıxacaq, hansı ştatı yazırsınızsa özü çıxacaq. Special plate seçdim, orada nömrəni seçdim və dizaynı seçdim. Hansı dizayn istəyirəm? Palma ağacı istəyirəmsə qabağına palma qoya bilirsən, nə bilim, uşaq əli qoya bilirsən, ürək qoya bilirsən, nə istəyirsən qoya bilərsən. Bu səndən asılıdır. Yəni şəkilli, yəni pulunu ver, nə istəyirsən elə. Mən onları eləmədim. Elə klassik, bu 1960-cı ilin klassik nömrəsidir. Elə bunu aldım. Və nömrəni oradan sifariş verəndən sonra mənə e-mail gəldi ki, nömrən hazır olduqda sənə mail vasitəsi ilə, yəni poçt vasitəsi ilə kağız göndərəcəyik və həmin kağızı gətirib DMV-yə gəlsən, həmin kağızla birlikdə həmin kağızı verib nömrəni götürə bilərsən və mən pulu həmin o DMV-də sifariş verəndə, web saytda online sifariş verəndə $50 pul ödədim və kartla ödədim. Gözlədim, 2 ay yarım, 3 aya yaxın idi gözləyirdim və artıq nömrəm gəldi, mail gəldi və
dünən gəlmişdim, veteranlar günü idi. Bu gün gəldim və növbədə gözlədim, 2 saata yaxın gözlədim və nömrəmi heç bir problem olmadan bu nömrəmi də verdilər və registrasiya kağızı olan bura qoymuşam. Üstünə yapışdırmaq üçün ili 2019-un hansı ayıdır falan, avqust yazılıb burada. Avqust bu yazılıb, nə bilim, registrasiyası zadı, registration kağızı zad veriblər. Yəni bunu vermək üçün sizə, yəni mən bura DMV-yə gətirdiyim kağız, birincisi mail vasitəsilə mənə gələn, yəni nömrənin hazır olması barədə gələn maildir, yəni poçt vasitəsilə gələn. İkincisi maşının registrasiyasıdır, hansı ki maşını alanda sizə registrasiya verir, yenə də bu orqan verir. Onu gətirirsiniz, balaca bir kağız idi, bəziləri böyük olur, bəziləri balaca olur. Bir də üçüncüsü də ID, yəni vəsiqə, drive license da ola bilər, real ID də ola bilər. Bu üçünü gətirib nömrəni götürə bilərsiniz. Bu qədər. İnanıram ki, özünə nömrə sifariş vermək istəyənlər, yəni çox adam görüb yəqin ki, Amerikada Azərbaycanlılar öz adlarını ya da ki, Azərbaycanın hansısa bölgəsinin adlarını yazırlar. Bu da yəni necə alınır və nə qədər məbləğ ödədim bunu göstərir və $50 ödədim, cəmi $50 ödədim və nömrəni götürdüm. Bura məsələn başqa bir şey də yazdıra bilərdim. Yəni nə istəsəm yazdıra bilərəm. Bu qədər. Güman edirəm kömək olacaq bu video. Məlumatlı verici videodur, yəni təbii ki. Yəni məlumat almaq istəyənlərə kömək olacaq və məlumat vermiş oluram. Nəysə, bağlaya bilmədim. Çox sağ olun, videonu izlədiyiniz üçün təşəkkür edirəm.